Sebrizi yaman çox satırlar, reklam ilə satırlar, reklam ilə satırlar. Yüzlərlə, minlərlə ev satıldı. Kim alır? Bir yana sual verir. Kim alır onu? Şeyxlər, yahudilər, belə xaricdəncə. Ölənlərə rəhmət. Sən mən almaq yox. Yaxşı, bunlar o Sebriz evi, onlar otellər, onlar otel kimi tikilmişdi, onlar satılmaq üçün yox. Onlar amma satılırsa, demək ki, vəziyyət pis dəliyiblər, elə deyilmi? Elədir. O qalan deyil, o batan saman çöpündən də yapışır. Məsəl var. Bax, həmin haqqı Utanmadan da xaricdə reklam edirlər cəhənnəmə. Bizim saytlarda da reklam edirlər. Hovuzlar satılır, kuburger. İndi şeyinki də satılır, o burgerlər var, o Heydərin, nədir o, İlhamın nəvələri. Onlar da satırlar, o burger restoranlar. Sən onu deyirsən, bu şimal bölgəsində o Qubaq-Qusar tərəfdə, bəlkə də olmuşsan o tərəflərdə. Olmuşam. Şeybin sexləri var idi, hamısı. Hə. Onlar da satılır.